avqustun 25-də Sabah Çempionlar Liqasında nəhənglərin oturduğu liqa mərhələsinin qapısını döyəcək. Sabah üçün də həmin oyunda güclü azarkeş dəstəyi olduqca vacibdir. İsrail klublarının asan rəqib olmadığını bilirdik. Hapoel Berşeva da bunu ilk oyunda isbatladı. Hələ ki onlar neytral meydanda cüzi azarkeş dəstəyinin qarşısında oynayırdı. Sabah erkən qol vursa da davamını gətirə bilmədi. Təkcə Embina'nın qaçırdığı qol şansları qələbə üçün kifayət edərdi. Sabahın müdafiə xətti ilə bağlı qələbə qazandığı oyunlarda belə narahatlığımızı bildirmişdik. Hapoel ilə görüşdə də aydınlığı ilə ortaya çıxdı. Birinci qolda müdafiədə xaos, rəqibin topa bəxtəbəxt toxunuşu ilə hesab bərabərləşir. İkinci qolda da hava mübarizəsində rəqib rahatlıqla qapıya başla yol tapır. Baş məşqçi Dambrauskasın dediyi kimi cavab oyununa qədər səhvlər düzəldilməlidir. Əvvəlcə Hapoeli qələbə münasibəti ilə təbrik etmək istəyirəm. Oyuna qolla başlasaq da rəqib önə keçməyi bacardı. Həqiqətən də keyfiyyətli komandadır. Daha çox vertikal oynayırdılar. Biz isə çalışırdıq ki, oyun ritmini qoruyaq. Matça maksimum hazırlaşmağa çalışmışdıq. Rəqib bizə çox yaxşı təzyiq edirdi. Əvvəl üz-üzə gəldiyimiz komandalardan fərqli olaraq bizim təzyiqlərimizdən asanlıqla çıxırdılar. 2-1 sürüşkən hesabdır, yəni şansımız var. Ötən mərhələdə Orxusa da bu hesabla uduzmuşduq, lakin Bakıda qələbə qazanmağı bacardıq. Fərqli bir oyun nümayiş etdirdik. Biz Bakıdakı cavab oyununda Hapoeli səhvə yol verməyə məcbur etməliyik. Bir həftə ərzində səhvlərimizi düzəltməliyik. Bakıdakı dueldə Sabaha qollar lazımdır. Milkes ilk oyunda ən zəiflərdən olsa da ümid edirəm ki, Dambrauskas onu cavab maçına hazırlaya biləcək. Embina biraz çəki atıb sürəti artırsa, daha müdafiəçi ilə yarışmaqdan ehtiyat edib 30 metrdən topu qapıya göndərməz. Veljko Simic isə tam ayrı səviyyədir. Hazırda 6 qolla Çempionlar Liqasının bombardiridir. Həm də Azərbaycan klublarında oynamış futbolçular arasında Çempionlar Liqasında ardıcıl 5 maçda qol vuran ilk oyunçudur. Simicdən avqustun 25-də ardıcıl 6-cı oyunda da qol və ya qollar gözləyirik. Onu və komandası Sabahı Barcelona, Real Madrid, Paris Saint-Germain, Bavariya kimi nəhənglərlə bir kampaniyaya aparacaq qollar. Böyük arzudur, amma əlçatmaz deyil. Sabah bu tarixi yaza bilər.